Biz həyatı qorumalı və onu hər şeydən vacib saymalıyıq. Bəs onda həyatın gerçəkliyi kimdir? Həyatın gerçəkliyi və mənbəyi kimdir? Məsihdir. Buna görə də biz Məsihi özümüzdə saxlamalıyıq. Başqa şeyləri itirsək belə, həmişə həyat olan Məsihə malik olmalıyıq. Atanın dövründə həyatın reallığının adı nə idi? Bəs oğulun dövründə? Bəs müqəddəs ruh dövründə? Biz onu əsla itirməməliyik. Tanrı bizə bu qiymətli həyatı heç vaxt itirməməyimizi, o gələnə qədər onu tutmağımızı söylədi. Şeytan bizə böhtan atır ki, bu həyatı əlimizdən alsın. Bizi ələ salır və şübhəyə salır. Bu, bilmədən əlimizdən alına bilər. Buna görə də Tanrı dedi, mən həyatam. Odur ki, onu heç vaxt itirməməlisən, amma mən yenidən gələnə qədər onu tut. Yəhya 6-cı fəsildəki təlimlər vasitəsilə Tanrı bizə bundan tutmağa imkan verən həqiqəti verdi. Mənim ətimdən yeyib qanımdan içən məndə qalır. Kimdə qalır? Onlar İsa'da qalır və İsa kimdə qalır? İsa yeni əhdə riayət edənlərin, yəni Pasxa çörəyini yeyənlərin və Pasxa şərabını içənlərdə qalır. Bizə bunu sona qədər qorumağı əmr etdi. Qorumalı olduğumuz çox şeylər var, amma bəzən nəyi qorumalı olduğumuzu bilmirik. Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. Hər şeydən əvvəl həyata tutunun. Bəs onda həyat kimdir? O, Məsihdir. Bizdə Məsihin əti və qanı olanda, Məsih bizdə yaşayır. Müqəddəs ruhun həmişə bizdə qalmasını təmin etməyin bir çox yolu var. Biz Məsihin xoşuna gələnləri etməliyik. Tanrının sözlərini Samariyada və yerin ucqarlarına təbliğ etməklə biz ümid, ruhlandırma və arzular verməliyik ki, ümidsiz yaşayanlar da gələcəkdə cənnət bizim olacaq bilsinlər. Yazılıb, nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər. Tanrının sözü çox qiymətli və vacibdir. Çünki biz Tanrını tanıdıq, səmavi padşahlığı dərk etdik və onun vasitəsilə ata və ana ilə görüşdük. Biz yalnız Tanrının kəlamını oxuyub eşitməməliyik, həm də onu imanla qorumalıyıq. Yadda saxlamalıyıq ki, həyatın tacını itirmədən tutmağın yeganə yolu budur. Dünyəvi şeylər nə qədər dəyərli olsa da, ən dəyərlisi həyatın özüdür. Ata Ahn Sahng və Tanrı Ana həyatdır. Onlar bizə həyat verir və bizi əbədi həyata aparırlar. Bütün səmavi ailə üzvlərimizdən onlara olan inamı heç vaxt itirməmələrini xahiş edərək, bugünkü xütbəni yekunlaşdırmaq istərdim. Çox sağ olun.